Qəlb evinizi Allah kəlamlarının üzünə açın və diqqət edin. Allahın hökmü qətidir. Allahdan başqasını çağıran, ondan başqasından mədət uman insandan daha azğın, daha cahil heç kim yoxdur. Ayılın, o sığındığınız və qəbirlərinə əl sürtüb şəfa dilədiyiniz varlıqlar qiyamətə qədər sizi eşitməyəcək. Onlar laldırlar, kardırlar, acizdirlər, özlərindən belə xəbərsizdirlər. Amma qiyamət günü o qəflət pərdəsi yırtılacaq. Dünyada uca Allahı qoyub arxalandığınız, vasitəçi etdiyiniz o adamlar sizin ən böyük düşməniniz olacaqlar. Etdiyiniz ibadətləri rədd edəcəklər. Biz bizə yalvarın deməmişdik deyib, sizi Allahın qəzəbi ilə baş-başa buraxacaqlar. Şirkin sonu rəzalətdir, əbədi ziyandır, xüsrandır. Ya tək olan Allaha xalis qul olun, ya da bu azğın toplumla birgə məhv olun.